Allah'a emanet olun, seyir bazarlar, sağ olun. Salam əziz izləyicilər, bugün Seyid Bazar kəndindəyik. Eşitmişdik ki, burada belə bir bulaq var. Çoxdan bura gəlmək istəyirdik, nəhayət ki, axır gəldik. İndi biz də bugün bu bulağın suyundan dadacağıq və siz də yorumlarınızı yazmayı unutmayın. İndi baxayız da. Keçsin. Və siz baha-baha da əylənəcəksiniz. Onu deyə bilərəm. Həqiqi bu gözəl sudur. Seyid Bazardakı yəni əla bulaqdır. Keç qabağa sən. Həqiqətən də gözəl sudur. Mən də içdim, xoşuma gəldi. İndi biz bugünkü günümüzü, siz orada qalın biraz. Bugünkü günümüzü Nazim müəllimə borcluyuq. Ona təşəkkürümüzü bildiririk. Təşəkkür edirəm, Allah hər birinizdən razı olsun. Azərbaycan İstəyirəm ki, elə həmişə belə gözəl yerlərdə gəzəsiniz, dolanasınız. Çünki bizim Cəllabadımızın çox gözəl kəndləri var. Ona görə də gəlmək lazımdır, ziyarət eləmək lazımdır və gözəl bulaqlarından dadmaq lazımdır əzizlər. sağ ol Nazim. Ha, siz buradasınız? Bəli, bəli. Bütün Seyid Bazarlılara salam olsun burada. Sağ olun sizin ki, belə həqiqətən bulaqları var. Bu bulağı düzəldənə Allah kömək olsun, Allah razı olsun. İnsanlar buradan su götürəndə həm sevin, həm də dua eləyir. Bəli, bəli. Yəni bundan başqa quru verəcəksin ola bilməz. Bəli, bəli. İndi buradan çıxmağı nətər çıxacaq? Ha, indi bir-birinizə kömək eləyin, çıxın. Nətər çıxaq? Bir-birinizə kömək eləyin, çıxın. Nətər çıxacaq? Dava, idmançı olmağınızı sübut eləyin. Tut məni. Ay, dayan, bir dəqiqə. Turban Hüseyin əli vurma. Baba Hüseyin çıxdı. Özən? Gəl bura. Dedi bir, Nazım, 2 dənə mışdı. Paltarlarına bax bunların. Sağ olun əzizləyicilər, kanalıma abunə olub like atmayı unutmayın. Və 4000 abunə yaxınlaşırıq, inşallah 10.000 abunə olarıq. Sağ olun, salamat qalın, getdik. Sağ olun.